Hörmətli müəllimlərimiz, hər birinizi salamlayırıq. Bugünkü təqdimatımız məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil verənlərin peşə fəaliyyətində xüsusi əhəmiyyət daşıyan iki mövzuya həsr olunub. Birinci mövzumuz təhsil verənlərin etik davranış qaydaları olacaqdır. İkinci mövzumuz isə müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları və konfliktlərin idarə edilməsi məsələsinə həsr olunacaqdır. Aydın məsələdir ki, bu mövzular təsadüfi seçilməyib, çünki məktəbəqədər təhsil yalnız uşaqlara müəyyən bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır. Eyni zamanda burada əsas məqsəd uşağın hərtərəfli inkişafını təmin etmək, onun şəxsiyyət kimi formalaşmasına dəstək olmaq və təbii ki, sağlam sosial münasibətlər qurmasına kömək etməkdir. Bu prosesdə ən mühüm rol məhz sizlərə, tərbiyəçi müəllimlərə məxsusdur. Biz hər gün uşaqlarla ünsiyyətdə oluruq, onlarla oynayırıq, danışırıq, öyrədirik, dinləyirik və müxtəlif situasiyalarla qarşılaşırıq. Uşaqlar isə bizim yalnız dediklərimizi deyil, davranışlarımızı da müşahidə edirlər. Onlar bizim danışıq tərzimizi, insanlara olan münasibətimizi, problemləri necə həll etdiyimizi və bununla yanaşı emosiyalarımızı da necə idarə etdiyimizi görürlər. Məhz buna görə də müəllimin etik davranışı və peşəkar fəaliyyəti və eyni zamanda peşəkar ünsiyyəti uşağın inkişafında olduqca böyük rol oynayır. Bugünkü təqdimat ərzində əvvəlcə etik davranış qaydalarının mahiyyəti, prinsipləri və müəllimin əsas öhdəlikləri haqqında danışacağıq. Daha sonra dediyimiz kimi müəllimin uşaqlarla, valideynlərlə və həmkarlarla düzgün ünsiyyət qurmasının əhəmiyyətinə toxunacağıq. Eyni zamanda əməkdaşlıq bacarıqları və təbii ki, konfliktlərin, yəni mübahisəli məsələlərin düzgün idarə olunması barədə də fikir mübadiləsi aparacağıq. Çalışacağam ki, mövzuları yalnız nəzəri şəkildə deyil, gündəlik fəaliyyətimizdə rastlaşdığımız sadə nümunələrlə izah edə bilim. Çünki hesab edirəm ki, bu qaydalar yalnız sənədlərdə qalmamalıdır, eyni zamanda gündəlik işimizdə də tətbiq olunmalıdır. İndi isə təqdimatımızın birinci hissəsinə, yəni təhsil verənlərin etik davranış qaydalarına keçək. Siz ekranda ümumi prosesləri görürsünüz. İlk olaraq gəlin etik davranış qaydalarının nə üçün qəbul edildiyinə nəzər salaq. Bəzən belə bir sual yaranır. Müəllim onsuz da öz peşəsini bilir, bəs niyə əlavə etik davranış qaydalarına ehtiyac var? Əslində bunun çox sadə bir cavabı var. Müəllim cəmiyyətin ən nüfuzlu peşə sahiblərindən biridir. Xüsusilə məktəbəqədər təhsil müəssisəsində çalışan müəllim uşağın həyatında ailədən sonra ən çox ünsiyyətdə olduğu insanlardan biridir. Məhz buna görə də müəllimin davranışı yalnız onun özünü deyil, eyni zamanda işlədiyi müəssisəni və ümumilikdə təhsil sistemini təmsil edir. Etik davranış qaydaları da məhz bu məqsədlə hazırlanır. Və bu qaydalar müəllimin peşə fəaliyyəti zamanı hansı prinsiplərə əməl etməli olduğunu, uşaqlarla, valideynlərlə, həmkarları ilə və rəhbərliklə münasibətlərini necə qurmalı olduğunu müəyyən edir. Və burada əsas məqsəd sağlam, işgüzar bir mühit yaratmaq, eyni zamanda müəllim peşəsinə olan etimadı artırmaq, şəffaflığı təmin etmək və peşə fəaliyyətində etik normaların qorunmasına nail olmaqdır. Diqqət etsək, görərik ki, etik davranış yalnız nəzakətli danışmaq və ya səliqəli geyinmək demək deyil. Etik davranış dedikdə ilk növbədə məsuliyyət, obyektivlik, sonra vicdanlılıq, qanunlara olan hörmət, insan hüquqlarına hörmət və peşə nüfuzunun qorunması nəzərdə tutulur. Məsələn, müəllim bütün uşaqlara eyni münasibət göstərirsə, valideynlərlə nəzakətli danışırsa, həmkarlarına hörmət edirsə və peşə sirrini qoruyursa, bu artıq etik davranışın praktik tətbiqidir. Əksinə, ayrı-seçkilik edirsə, kobud davranırsa, şəxsi maraqlarını ön plana çəkirsə və ya uşağın hüquqlarını pozmaq, bunlar hamısı etik davranış qaydalarına zidd hesab olunan faktorlardır, amillərdir. Məktəbəqədər təhsil müəssisəsində bu məsələlər xüsusilə vacibdir. Çünki bu yaş dövründə uşaqlar böyüklərin davranışını təqlid etməyə, yəni yamsılamağa daha çox meyilli olurlar. Müəllimin sakit danışığı, ədalətli qərarı, sonra səbirli münasibəti və insanlara hörməti uşaqlar üçün canlı bir nümunəyə çevrilir. Ona görə də deyə bilərik ki, etik davranış qaydaları sadəcə hüquqi bir sənəd deyil. Bu qaydalar müəllimin
peşə fəaliyyətinin keyfiyyətini artıran, bununla yanaşı, cəmiyyətin müəllimə olan inamını möhkəmləndirən və məktəbəqədər təhsil müəssisəsində sağlam psixoloji bir mühit yaradan əsas prinsiplərdən biridir. Gəlin, indi isə növbəti slayda keçid alaq və burada etik davranışın əsas prinsiplərini daha ətraflı izah edək. Əvvəlki slaydda etik davranış qaydalarının ümumi məqsədindən danışdıq. İndi isə məhz burada qaydaların hansı prinsiplər üzərində qurulduğunu nəzərdən keçirəcəyik. Əslində bu prinsiplər müəllimin gündəlik fəaliyyətinin istiqamətverici qaydalardır. Müəllim hər hansı bir qərar qəbul edərkən, uşaqlarla işləyərkən, valideynlərlə və həmkarları ilə münasibət qurarkən məhz bu prinsipləri mütləq rəhbər tutmalıdır. İlk prinsip qanunun aliliyidir. Bu prinsip onu bildirir ki, müəllim fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Heç bir şəxsi münasibət, tanışlıq və ya fərdi maraq qanundan üstün ola bilməz. Müəllim hər bir qərarında mütləq obyektiv olmalıdır və qanunun tələblərinə birmənalı şəkildə əməl etməlidir. Növbəti prinsip vicdanlılıq prinsipidir. Vicdanlı müəllim öz işinə formal yanaşmır. O, uşaqların inkişafını öz peşə borcu hesab edir və vəzifələrini məsuliyyətlə yerinə yetirir. Məsələn, müəllim yalnız iş saatını başa vurmaq üçün deyil, uşağın yeni bir bacarıq qazanması üçün çalışır. Bu yanaşma peşəyə olan sevginin və məsuliyyətin göstəricisidir. Digər vacib prinsip peşəkarlıq və fərdi məsuliyyətdir. Bildiyimiz kimi, təhsil daim yenilənən bir sahədir. Məhz buna görə də müəllim də daim özlərində çalışmalı, işləməli və yeni metodları öyrənməli və bununla da biliklərini artırmalıdır. Bununla yanaşı, gördüyü işin nəticəsinə görə məsuliyyət daşıdığını da unutmamalıdır. Burada bir məqam xüsusi vurğulanmalıdır ki, peşəkar müəllim səhv edə bilməz demək düzgün deyil. Hər bir insan səhv edə bilər. Amma peşəkar müəllim səhvini qəbul edir, ondan nəticə çıxarır və özünü inkişaf etdirməyə davam edir. Məhz əsl peşəkarlıq o zaman baş verir. Daha sonra isə gələn prinsipimiz loyallıq prinsipidir. Loyallıq dedikdə müəllimin işlədiyi təhsil müəssisəsinə və peşəsinə hörmətlə yanaşması nəzərdə tutulur. Yəni müəllim belə deyək, müəssisənin nüfuzunu mütləq qorumalıdır. Yaranan problemləri qanuni və peşəkar yollarla həll etməyə çalışmalıdır. Etik davranış prinsipləri sırasında mütləq mədəni davranış da xüsusi yer tutur. Çünki müəllim nəzakətli olmalıdır, səbirli olmalıdır, diqqətli olmalıdır. Bəzən uşağın bir səhvini kobud şəkildə demək çox asandır. Amma həmin səhvi uşağın şəxsiyyətinə toxunmadan, onu ruhdan salmadan izah etmək əsl peşəkarlıq tələb edir. Digər hissə qərəzsizlikdir. Müəllim bütün uşaqlara bərabər yanaşmalıdır. Bu prinsipin əsas müddəalarındandır və heç bir uşağa ailəsinin sosial vəziyyətinə, maddi imkanına, cinsinə və ya digər xüsusiyyətlərinə görə fərqli münasibət sərgiləməməlidir, göstərməməlidir. Çünki hər bir uşaq eyni hörmətə layiqdir. Nəhayət, gələn digər proseslərdən biri də təbii ki, burada biz ictimai etimada mütləq deməliyik. Çünki ictimai etimad müəllim peşə nüfuzunu uza tutmaqdır. Etik qaydaların pozuntusunu aradan qaldırmaqdır və ictimai etimadın bərpasına çalışmaqdır. Sonra biz eyni zamanda təbii ki, konfidensiallığı da unutmamalıyıq. Konfidensiallıq prinsipi müəllim peşə fəaliyyəti zamanı əldə etdiyi şəxsi məlumatları mütləq qorumalıdır. Uşaqlar və ailələr haqqında məlumatlar məxfi saxlanılmalıdır və etik normalara uyğun istifadə olunmalıdır. Beləliklə, bu prinsiplərin hamısını ümumiləşdirsək, belə nəticəyə gələ bilərik ki, etik davranış müəllimin yalnız peşə fəaliyyətini deyil, bütövlükdə onun cəmiyyətdəki nüfuzunu formalaşdırır. İndi isə növbəti slaydda keçid edərək müəllimin hansı ötəlikləri daşıdığını və hansı davranışlardan çəkinməli olduğunu nəzərdən keçirəcəyik. Əziz müəllimlər, etik davranış prinsiplərini öyrəndikdən sonra təbii olaraq belə bir sual yaranır.
müəllim bu prinsipləri gündəlik fəaliyyətində necə tətbiq etməlidir? Bu sualın cavabı məhz bu slaydda əks olunub. İlk və ən vacib ötəlik uşaqların hüquqlarına olan hörmətdir. Məktəbəqədər yaş dövründə uşaq özünü təhlükəsiz hiss etməlidir. Müəllim hər bir uşağın şəxsiyyətinə hörmətlə yanaşmalıdır, onun ləyaqətini qorumalıdır və fiziki və psixoloji zorakılığın istənilən formasına yol verməməlidir. Bu müəllimin ən əsas peşə ötəliklərindən biridir. Digər məsələ əlbəttə ki, dediyimiz kimi peşəkarlıq və məsuliyyət məsələsidir. Müəllim öz vəzifələrini vicdanla yerinə yetirməlidir, hazırlıqlı olmalıdır və daim üzərində işləməlidir. Bu gün öyrəndiyimiz biliklər sabaha belə deyək, kifayət etməyə bilər. Ona görə müəllim davamlı inkişaf etməlidir, yeni metodları mənimsəməlidir və dəyişən təhsil mühitinə adaptasiya olmalıdır, uyğunlaşmalıdır. Bunlara diqqət yetirməli olduğumuz məqamlar kimi təbii ki, hər zaman ön planda olmalıdır. Digər diqqət yetirməli olduğumuz məqam isə qərəzsizlik və ədalətlilikdir. Bəzən uşaqların xarakteri fərqli olur. Bəzisi daha fəal olur, bəzisi sakit olur. Amma müəllim bu fərqlərə baxmayaraq hamıya eyni diqqət və qayğı göstərməlidir. Ədalətli münasibət uşaqlarda etibar hissi formalaşdırır və sağlam psixoloji bir mühit yaradır. Konfidensiallığa da riayət edilməlidir. Yəni biz biraz öncə onların adlarını dedik, indi isə artıq bildirmək istəyirik ki, yəni bu şəkildə həmin o prinsiplərə söykənərək müəllim öz işinin icrasını təmin etməlidir. Konfidensiallıqda da dedik ki, burada gizliliyin saxlanılmasıdır, burada müəyyən məlumatların qorunmasıdır. Yəni müəllim uşaqlar və onların ailələri haqqında əldə etdiyi məlumatları qorumağa borcludur. Valideynlərlə aparılan söhbətlər, uşağın fərdi xüsusiyyətləri olsun və digər şəxsi məlumatlar etik çərçivədə mütləq qorunub saxlanmalıdır. Bu həm peşə etikasıdır, həm də etimad baxımından olduqca vacib yerə, mühüm bir yerə sahibdir, vacibdir. Burada həmçinin peşəkar həmrəylik məsələsi də qeyd olunmalıdır. Bu o deməkdir ki, müəllim həmkarları ilə sağlam əməkdaşlıq etməlidir, qarşılıqlı hörmət olmalıdır və kollektivdə müsbət iş mühitinin formalaşmasına töhfə verməlidir. Çünki məktəbəqədər təhsil müəssisəsində uğurlu nəticə yalnız müəllimin deyil, bütün kollektivin birgə fəaliyyətindən asılıdır. Yekun olaraq deyə bilərəm ki, müəllim əsas öhdəlikləri yalnız dərs keçməklə məhdudlaşmır. O uşaqların təhlükəsizliyini qorumalıdır, onların hüquqlarına hörmət etməlidir, valideynlərlə düzgün münasibət qurmalıdır və eyni zamanda həmkarları ilə əməkdaşlıq edən peşəkar bir şəxs olmalıdır. İndi isə növbəti slaydımızda etik davranış qaydalarının digər mühüm tərəfi olan qadağan olunan davranışlar və eyni zamanda müəllimin məsuliyyəti haqqında danışacağıq. İndiyə qədər etik davranışın deməli, məqsədi, prinsipləri və müəllimin əsas öhdəlikləri haqqında danışdıq. Yəni, indiyə qədər dediyimiz, bugünkü mövzudan başladığımız istiqamətdə və burada isə davranış qaydalarının digər mühüm hissəsinə, yəni müəllim üçün yolverilməz hesab olunan davranışlara nəzər salacağıq. Əslində, bu qaydalar müəllimi məhdudlaşdırmaq üçün deyil. Əksinə, həm müəllimin nüfuzunu, eyni zamanda uşaqların hüquqlarını, həm də təhsil müəssisəsində sağlam mühiti qorumaq üçün müəyyən edilən belə deyək, bölgülərdir bunlar. Slaydın sol hissəsində ilk olaraq görürsünüz ki, uşaqlara qarşı fiziki və psixoloji zorakılığın qəti qadağan olunması göstərilir. Bu etik davranış qaydalarının ən vacib tələblərindən biridir. Müəllim heç bir halda uşağı vurmamalıdır, qorxutmamalıdır, deməli, alçatmamalıdır və ya onun şəxsiyyətini təhqir etməməlidir. Çünki məktəbəqədər yaş dövründə uşaqlar emosional baxımdan çox həssas olurlar və belə davranış onların psixoloji inkişafına ciddi mənfi təsir göstərə bilər. Digər bir məsələ hədiyyə qəbul etmək və ya şəxsi maraq müqabilində üstünlük vermək əlbəttə ki, qəbul edilməzdir. Müəllim bütün uşaqlara və valideynlərə eyni münasibət göstərməlidir. Heç bir uşaq valideyninin maddi vəziyyətinə, hədiyyəsinə və ya şəxsi münasibətinə görə üstün tutulmamalıdır. Ədalətli münasibət müəllim peşəsinin ən əsas göstəricilərindəndir. Və bununla yanaşı ayrıseçkilik də yolverilməz bir faktordur.
irqinə görə, etnik mənsubiyyətinə görə, dininə görə, cinsinə və ya sosial bir vəziyyətinə görə uşaqlar arasında fərq qoymaq etik davranış qaydalarına tamamilə ziddir. Hər bir uşaq eyni hüquqa, eyni diqqətə və eyni hörmətə layiqdir. Müəllimin vəzifəsi onların fərqlərini qiymətləndirmək deyil, hər birinin inkişafına dəstək olmaqdır. Konfidensiallıq məsələsində müəllimin ötərilikləri var. Müəllim peşə fəaliyyəti zamanı uşaqlar və ailələr haqqında müəyyən məlumatları əldə edir. Bu məlumatlar şəxsi xarakter daşıdığı üçün üçüncü şəxslərlə paylaşılmamalıdır. Valideynlərin müəllimə olan etibarının əsas səbəblərindən biri də məhz bu məxfiliyin qorunub saxlanılmasıdır. Slaydımızda qeyd olunan başqa bir qadağa da əsassız tənqidi çıxışlar etməkdir. Əgər təhsil müəssisəsində hansısa bir problem yaranırsa, onu emosional şəkildə ictimaiyyət qarşısında müzakirə etmək düzgün yanaşma deyil. Problemlər qanunvericiliyin müəyyən etdiyi qaydada rəhbərlik və aidiyyatı şəxslərlə birlikdə həll olunmalıdır. Bu həm peşə etikasına, həm də kollektivdə qarşılıqlı hörmət baxımından vacibdir. Eyni zamanda vəzifə səlahiyyətlərindən şəxsi maraqlar üçün də istifadə etmək olmaz. Bu etik davranış qaydalarının pozulması hesab olunur. Müəllimə verilən səlahiyyət yalnız uşaqların inkişafı və təhsil prosesinin təşkili üçün nəzərdə tutulur. Bu səlahiyyətdən şəxsi məqsədlər üçün istifadə etmək həm etik, eyni zamanda hüquqi baxımdan qəbul edilməzdir, yol verilməzdir. Slaydın sağ hissəsinə diqqət yetirdikdə, burada müəllimin əsas ötərilikləri bir daha ümumiləşdirilir. Müəllim uşaqların hüquq və azadlıqlarına hörmət etməli, onların fiziki və psixoloji təhlükəsizliyini təmin etməli, peşə fəaliyyətində vicdanlı, ədalətli və eyni zamanda obyektiv olmalı. Peşə sirrini qorumalı və həmkarları ilə peşəkar əməkdaşlıq mühiti yaratmalıdır. Bir nüansı da vurğulamaq istərdim ki, etik davranış müəllimin yalnız iş yerində necə davrandığını göstərmir. Bu, eyni zamanda onun peşəsinə, uşaqlara və cəmiyyətə olan münasibətinin göstəricisidir. Müəllimin hər bir davranışı uşaqlar üçün nümunədir və buna görə də etik normalara əməl etmək hər birimizin peşə borcudur. Beləliklə, etik davranış qaydalarını tamamladıq. İndi isə təqdimatımızın ikinci hissəsinə, yəni müəllimin ünsiyyət, qarşılıqlı əlaqə və əməkdaşlıq bacarıqlarına keçid edirik. Əgər, belə deyək, etik davranış qaydaları müəllimin necə davranmalı olduğunu müəyyən edirdirsə, ünsiyyət və qarşılıqlı əlaqələr isə bu kimi bacarıqlar həmin davranışın gündəlik fəaliyyətdə necə tətbiq ediləcəyini, necə həyata keçiriləcəyini göstərir. Biz hər gün uşaqlarla ünsiyyətdə oluruq, ancaq ünsiyyət təkcə danışmaq deyil. Əsl ünsiyyət qarşı tərəfi dinləməkdir. Əsl ünsiyyət anlamaqdır və ona uyğun münasibəti qurmağı əhatə edir. Qarşılıqlı əlaqə ümumiyyətlə tərbiyəçi müəllim ilə uşaqlar, valideynlər, həmkarlar arasında qarşılıqlı təsirə əsaslanan münasibətlərin qurulmasını və səmərəli idarə olunmasını təmin edir. Və bu slaydda qarşılıqlı əlaqənin prinsipləri göstərilir, gördüyünüz kimi. Bu prinsiplərdən biri birgəlikdir. Bu o deməkdir ki, müəllim və digər iştirakçılar ortaq məqsəd ətrafında birləşirlər. Məktəbəqədər təhsildə həmin məqsəd uşağın sağlam inkişafıdır. Müəllim, valideyn və müəssisə birlikdə çalışdıqca nəticə daha da uğurlu olur. Digər prinsip isə qarşılıqlı münasibətlərin qurulmasıdır. Yəni, ünsiyyət birtərəfli olmamalıdır. Müəllim yalnız danışan deyil, eyni zamanda dinləyən tərəf olmalıdır. Uşağın fikrini dinləməlidir, valideynin rəyini nəzərə almalıdır və həmkarlarının təkliflərinə açıq olmaq qarşılıqlı əlaqənin əsas şərtlərindən biridir. Prinsiplərimizdən biri də dinləmə və anlayışdır. Bəzən bir problem həll etmək üçün uzun izah verməyə ehtiyac olmur. Sadəcə qarşı tərəfi diqqətlə dinləmək bu kifayət edir. Uşaq da, valideyn də hiss etməlidir ki, müəllim onu diqqətlə dinləyir və onu anlamağa çalışır. Digər prinsipimiz etimad və hörmət prinsipidir. Etimad da birdən-birə yaranmır. O, müəllimin ardıcıl davranışı,
ədalətli münasibəti və verdiyi sözə əməl etməsi nəticəsində formalaşır. Etimad olan yerdə əməkdaşlıq da səmərəli olur. Nəhayət, digər prinsipimiz əlaqə prinsipidir. Buna geri əlaqə deyirlər. Bu nə deməkdir? Müəllim yalnız məlumat verməklə kifayətlənməməlidir. O uşağın fəaliyyətini müşahidə etməlidir. Valideynlərlə fikir mübadiləsi aparmalı və nəticələrə uyğun olaraq öz fəaliyyətini təkmilləşdirməlidir. Geri əlaqə inkişafın əsas vasitələrindən hesab olunur. Bax, görürsünüz, slaydın sağ hissəsində isə qarşılıqlı əlaqənin müxtəlif formaları göstərilir. Uşaq-uşaq, tərbiyəçi-uşaq, sonra tərbiyəçi-valideyn, tərbiyəçi-həmkar və tərbiyəçi-rəhbərlik münasibətləri orada öz əksini tapır. Bunların hər biri fərqli xüsusiyyətlərə malik olsa da, hamısının əsasında əsas nüans dayanır. O nüans nədir? Qarşılıqlı hörmətdir, etimaddır və əməkdaşlıqdır. Beləliklə, effektiv qarşılıqlı əlaqə müəllimin peşə fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmalıdır. Düzgün qurulan münasibətlər fonunda həm uşağın inkişafına, həm valideyn məmnuniyyətinə, həm də kollektivdə sağlam iş mühitinin formalaşmasına xidmət mümkündür. İndi gəlin növbəti slaydımıza keçsək və burada da məhz müəllimin ünsiyyət, qarşılıqlı əlaqə və əməkdaşlıq bacarıqlarından söhbət açacağıq. Əslində, əməkdaşlıq sadəcə dediyimiz kimi birlikdə işləmək deyil, əməkdaşlıq ortaq məqsəd naminə bir-birini dəstəkləməkdir, dinləməkdir, məsuliyyəti bölüşməkdir və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaqdır. Məktəbəqədər təhsil müəssisəsində bu anlayış xüsusi əhəmiyyət daşıyır. Çünki uşağın inkişafı yalnız bir müəllimin işi deyil. Burada dediyimiz kimi müəllim də işləyir, valideyn də işləyir, həmkarlar və rəhbərlik eyni məqsəd uğrunda çalışırlar. Həmin məqsəd isə uşağın sağlam inkişafının təmin olunmasıdır. Slaydımızın əvvəlində əməkdaşlığın tərifini biz verdik. Yəni, o sözlərimizlə onun mənasını açdıq. Burada isə qeyd edirik ki, əməkdaşlıq bacarıqları tərbiyəçi müəllimin uşaqlar, sonra valideynlər, həmkarlar və rəhbərliklə ümumi məqsədlərə nail olmaq üçün qarşılıqlı dəstək və etimad əsasında birgə fəaliyyət göstərməsini təmin edir. Burada belə deyək, xüsusi ön plana çıxan məqamlar var. Birincisi etimaddır. Əgər insanlar bir-birinə güvənmirsə, əməkdaşlıq o zaman uzun müddətli ola bilmir. Valideyn müəllimə inanmalıdır ki, övladı etibarlı əllərdədir. Müəllim də valideynə inanmalıdır ki, uşağın inkişafına nail olmaq üçün onunla birlikdə çalışmaq imkanı olacaqdır. İkinci vacib anlayış isə ümumi məqsəddir. Müxtəlif fikirlər ola bilər. Bu aydın məsələdir. İnsanlar arasında müxtəlif fikirlər ola bilər. Amma məqsəd birdirsə, əməkdaşlıq da uğurlu olur. Yəni, yanaşmalar, fikirlər müxtəlif ola bilər, amma məqsəd eyni bir hədəfə doğru atılırsa, o zaman bu prinsip etibarilə əməkdaşlıq da uğurlanır. Slaydımızın sol hissəsində görürsünüz, əməkdaşlığın əsas prinsipləri göstərilir. Burada yenə təbii ki, birgə məqsəd, yəni bütün tərəflər uşağın təlim tərbiyəsi və inkişafı naminə birlikdə çalışmalıdır. İkincisi, qarşılıqlı etimad olmalıdır. Yəni, etimad olmadan nə müəllim valideyn münasibəti, nə də kollektiv daxilində sağlam əməkdaşlıq mümkün ola bilər. Digər prinsip isə təbii ki, bərabər hüquqluluq prinsipidir ki, bu da o deməkdir ki, hər bir tərəfin fikir dinlənilməli və qiymətləndirilməlidir. Məsələn, valideyn uşağı haqqında müəllimə vacib məlumat verə bilər, amma bununla yanaşı müəllim də həmin məlumatdan istifadə edərək uşağın fərdi yanaşma prinsipini tətbiq edə bilər. Dördüncü prinsip, deməli, birgə məsuliyyətdir. Yəni, uşağın inkişafına görə yalnız müəllim və ya yalnız valideyn cavabdeh deyil. Bu məsuliyyət hər iki tərəfin üzərinə düşür. Açıq ünsiyyət prinsipi də var ki, burada müəllim valideynlə daim əlaqədə olur, uşağın inkişafı barədə vaxtında məlumat verir və qarşılıqlı fikir mübadiləsi aparılır. Slaydımızın sağ hissəsinə diqqət etsək, burada əməkdaşlığın, belə deyək, rolları göstərilir. Yəni, əlbəttə ki, bu prosesin mərkəzində tərbiyəçi müəllim dayanır. O, təlim-tərbiyə prosesini təşkil edən, uşaqları istiqamətləndirən və digər tərəflər arasında əlaqələndirici rol oynayan şəxsdir. Uşaq isə bu prosesin pasiv iştirakçısı olmamalıdır. Müasir təhsil yanaşmasına görə uşaqlar fəal iştirakçıdır. O fikir bildirir, yəni uşaq fikir bildirir, seçim edir,
qərar qəbul etməyi öyrənir və əməkdaşlıq prosesində aktiv rol oynayır. Valideyn uşağın inkişafı ilə bağlı ən yaxın tərəfdaşdır. Müəllim və valideyn arasında davamlı əməkdaşlıq olduqda uşağın inkişafı daha sürətli və daha sağlam şəkildə gedir. Həmkarlar və rəhbərlik isə müəllimə metodik eee, formada və eyni zamanda peşəkar dəstək göstərməlidirlər. Təcrübə mübadiləsi mütləq olmalıdır, birgə planlaşdırma olmalıdır və qarşılıqlı kömək ümumi fəaliyyətin keyfiyyətini mütləq ki, artıracaqdır. Və əlbəttə bunu qeyd edə bilərik ki, əməkdaşlıq bacarıqları yalnız peşəkar münasibət yaratmır. O, uşağın inkişafı üçün daha təhlükəsiz, daha sağlam və daha səmərəli bir mühit formalaşdırır. Gəlin, indi də peşəkar ünsiyyətin psixoloji və pedaqoji əsaslarından danışaq. Etik davranış, qarşılıqlı əlaqə və əməkdaşlıq haqqında danışdıq. İndi isə bunların hamısının əsasına duran ən vacib anlayışlardan biri olan peşəkar ünsiyyət haqqında danışaq. Əslində, müəllimin biliyi nə qədər yüksək olsa da, onu düzgün çatdıra bilmirsə, həmin müəllim deməli, biliyi istənilən şəkildə ötürə bilməyəcəkdir. Buna görə də peşəkar ünsiyyət müəllimin əsas bacarıqlarından biri hesab olunur. Slaydın sol hissəsində görürsünüz ki, anlayışlar qeyd olunub. Müəllimin ünsiyyəti, qarşılıqlı əməkdaşlığı, yəni əlaqəsi və əməkdaşlıq məsələsi. Əvvəlcə ünsiyyətdən başlayaq. Ünsiyyət dedikdə müəllimlə uşaq, valideyn və həmkarlar arasında qurulan peşəkar qarşılıqlı əlaqələr başa düşülür. Burada əsas məqsəd sadəcə məlumat vermək deyil, məqsəd qarşı tərəfi dediyimiz kimi anlamaqdır, onun fikirlərini dinləməkdir və sağlam münasibət qurmaqdır. İkinci anlayış da dediyimiz kimi qarşılıqlı əlaqə anlayışıdır. Qarşılıqlı əlaqə onu göstərir ki, müəllimin davranışı uşağa təsir etdiyi kimi deyil, uşağın davranışı da müəllimə müəyyən məlumat verməlidir. Yəni, burada birtərəfli proses olmamalıdır. Müəllim daim müşahidə etməlidir, dinləməlidir, nəticə çıxarmalıdır və fəaliyyətini də buna uyğun qurmalıdır. Üçüncü anlayış isə əməkdaşlıq anlayışıdır. Yəni, əməkdaşlıq artıq bir addım irəlidir. Burada müəllim, valideyn və digər tərəflər eyni məqsəd naminə birlikdə fəaliyyət göstərirlər. Biraz öncə də onunla bağlı danışdıq. Məqsəd isə uşağın sağlam inkişafıdır. Gəlin, indi slaydın sağ hissəsinə diqqət edək. Slaydın sağ hissəsində diqqət etsək, burada səmərəli ünsiyyətin əsas xüsusiyyətləri göstərilir. Birinci xüsusiyyət məlumatın aydın və düzgün ötürülməsidir. Müəllim danışarkən fikrini sadə və anlaşılan şəkildə ifadə etməlidir. Xüsusilə məktəbə qədər yaşlı uşaqlarla işləyərkən mürəkkəb ifadələrdən deyil, onların yaşına uyğun dildən istifadə etmək lazımdır. İkinci xüsusiyyət isə emosional, isti və müsbət münasibətdir. Uşaq müəllimin səsini eşidəndə özünü mütləq rahat hiss etməlidir. Gülümsəmək, mehriban tonla danışmaq, uşağı dinləmək onun özünə inamını artıracaqdır. Üçüncü xüsusiyyət isə qarşılıqlı hörmətdir. Bu müəllim, yəni dediyimiz o yuxarıda o prinsipləri qoruyan müəllim eyni zamanda uşağın fikrinə hörmət etməlidir. Onu dinləməlidir və şəxsiyyətinə dəyər verməlidir. Çünki biz axı şəxsiyyət formalaşdırırıq. Axı dediyimiz kimi artıq ibtidai sinifə gedən bir uşaq məktəbə qədər təhsil müəssisəsində şəxsiyyət kimi formalaşıb gedir. Digər vacib xüsusiyyət fərdi xüsusiyyətləri nəzərə almaqdır. Bütün uşaqlar eyni deyil. Kimisi daha ünsiyyətçildir, kimisi utancaqdır. Müəllim bunları mütləq nəzərə almalıdır və hər uşağa fərqli yanaşmalıdır. Nəhayət, peşəkar, səmimi olmalıdır və tolerant münasibət göstərməlidir. Bu münasibət həm uşaqlarla, həm valideynlərlə, həm də ümumilikdə kollektivlə qurulan əlaqələrin əsasını təşkil edir. Slaydın aşağı hissəsində də görürsünüz ki, konfliktlərin idarə olunması yolları da göstərilir. Bunlardan biraz öncə danışdıq. Burada diqqətimizi cəlb edən digər məsələlər də var. Əvvəlcə problemin səbəbini müəyyən etmək lazımdır. Sonra sakit və hörmətli dialoq qurmaq vacibdir. Daha sonra isə hər iki tərəfin maraqlarını nəzərə alan ədalətli bir həll yolu seçmək lazımdır. Sonda isə tərəflərin razılığı əsasında münasibətləri bərpa etmək lazımdır. Əgər müəllim bu ardıcıllığa əməl edərsə, yəni əvvəlcə problemin səbəbini müəyyənləşdirərsə, sonra sakit və hörmət dialoq qurarsa
daha sonra hər iki tərəfin maraqlarını nəzərə alaraq ədalətli həll yolu seçərsə, bu zaman əlbəttə ki, münasibətlərdə təbii ki, bərpa olunma baş verəcəkdir. Yəni, əgər müəllim bu ardıcılığa əməl edərsə, konflikt, yəni mübahisə həm tez həll oluna bilər, həm də uşaqlar gələcəkdə problemləri daha sağlam şəkildə həll etməyi öyrənəcəklər. İlk növbədə deyim ki, konflikt yarananda müəllimin ilk reaksiyası çox vacib olmalıdır. Əgər müəllim özü əsəbləşərsə, səsini qaldırarsa və ya emosiyalarını belə deyək, itirərsə, yəni emosiyaların nəzarəti itirərsə, daha doğrusu, vəziyyət daha da gərginləşə bilər. Ona görə də ilk addım müşahidə və diaqnoz olmalıdır. Müəllim əvvəlcə hadisəni diqqətlə izləməlidir. Problemin səbəbi nədir? Kimlər iştirak edir bu prosesdə? Münaqişə nə vaxt başlayıb? Bu sualların cavabını bilmədən qərar vermək düzgün olmaz. Digər mərhələ isə söhbət və aydınlaşdırma mərhələsidir. Yəni, görürsünüz ki, konfliktin idarə edilməsində ekranın sol hissəsində görürsünüz aşağıda. Birinci biz müşahidə və diaqnoz danışdıq. Sonra söhbət və aydınlaşdırmadır. Yəni, müəllim tərəfləri dinləməlidir, hər birinə öz fikrini sərbəst ifadə etmə imkanı verməlidir və çox vaxt uşaqlar danışdıqca artıq problem özü-özünə aydınlaşmağa başlayır. Başqa bir mərhələ həll yolunun seçilməsidir. Burada müəllim uşaqların yaş xüsusiyyətlərini nəzərə almalıdır və ən uyğun çıxış yolunu müəyyən etməlidir. Bəzən növbəlilik, bəzən birgə fəaliyyət, bəzən isə alternativ seçim problemin həllinə kömək edir. Razılaşma və tətbiq mərhələsi də var. Bu nədir deməkdir? Müəllim seçilmiş həll yolunun icrasını təmin edir və uşaqlarla həmin razılaşmaya əməl etməyə deməli, kömək edir. Yəni, uşaqlara, belə deyək, həmin razılaşmanın əməl olunmasına köməklik göstərir və bununla da konfliktin həlli üçün öz köməkliyini göstərir. Digər mərhələ isə qiymətləndirmə və izləmə mərhələsidir. Müəllim bir müddət sonra vəziyyətə yenidən baxır. Əgər problem təkrar yaranmırsa, deməli, artıq məsələ öz həllini tapmışdır. İndi isə gəlin slaydın sağ hissəsinə baxaq. Burada müəllimin istifadə edə biləcəyi müxtəlif strategiyalar göstərilir. Birinci, profilaktika strategiyasıdır. Yəni, ən yaxşı konflikt heç yaranmayan konfliktdir. Yəni, profilaktik tədbirlər görülməlidir. Buna görə müəllim əvvəlcədən qaydaları izah etməlidir. Uşaqlarda paylaşma və əməkdaşlıq bacarıqları formalaşdırmalıdır. İkincisi, konstruktiv həll strategiyasıdır. Yəni, burada əsas məqsəd nədir? Əsas məqsəd tərəfləri dinləməkdir və birlikdə çıxış yolu tapmaqdır. Daha bir strategiya müdaxilə strategiyasıdır. Yəni, əgər vəziyyət təhlükəli xarakter alırsa, müəllim vaxtında vəziyyətə müdaxilə edir və uşaqların təhlükəsizliyini təmin edir. Nəhayət, digər strategiyamız isə dəstək strategiyasıdır. Mübahisə, yəni konflikt bitdikdən sonra da müəllimin işi bitmir. O, uşaqlara emosional dəstək göstərir, münasibətlərin bərpasına kömək edir və ya gələcəkdə eyni vəziyyətin təkrarlanmaması üçün iş aparır. Və beləliklə, konfliktin düzgün idarə olunması uşaqlarda empatiya, məsuliyyət və əməkdaşlıq kimi vacib sosial bacarıqları formalaşdırır. Sonra həmçinin monitorinq və dəyərləndirmə prosesi də var bu proseslər içərisində. Təqdimatımızın bu slaydında, bu hissəsində müəllimin ünsiyyət, qarşılıqlı əlaqə və əməkdaşlıq bacarıqlarının necə qiymətləndirilməsi və inkişaf etdirilməsi haqqında danışacağıq. Çünki hər bir müəllim daim öz fəaliyyətini qiymətləndirməli və inkişaf etdirməlidir. Biz slaydlarımızın əvvəlində qeyd edirdik ki, bu bacarıqların səmərəliliyi mütəmadi olaraq izlənilməlidir və obyektiv meyarlar əsasında qiymətləndirilməlidir. Bunun məqsədi kimisə tənqid etmək deyil. Əsas məqsəd müəllimin peşəkar inkişafına dəstək olmaqdır. İndi isə monitorinq göstəricilərinə baxaq. Görürsünüz ki, birinci göstərici deməli, ünsiyyətin keyfiyyətidir. Yəni, müəllim məlumatı aydın çatdırırmı? Uşaqlar onu başa düşürmü? Valideynlərlə düzgün ünsiyyət qurulurmu? Və bütün bunların hamısı qiymətləndirilir. İkinci göstərici uşaqların fəal iştirakidir. Yəni, əgər uşaqlar sual verir, fikir bildirir və fəaliyyətlərdə həvəslə iştirak edirlərsə, bu artıq müəllimin ünsiyyət bacarığının yüksək olduğunu göstərir. Digər prinsip əməkdaşlıq mühitinin qurulmasıdır.
Valideynlərlə, həmkarlarla və rəhbərliklə sağlam münasibətlərin qurulması da müəllimin peşəkarlığını göstərən vacib meyarlardandır. Başqa bir göstərici məqsədlərə nail olunmasıdır. Planlaşdırılan nəticələr əldə olunursa, deməli istifadə olunan metodlar da effektivdir. Geri əlaqə və təkmilləşmə də bu göstəricilər əsasında xüsusi yer alır. Müəllim, valideynlərin, həmkarların və rəhbərliyin rəyini nəzərə alaraq öz fəaliyyətini təhlil edirsə və daim inkişaf edirsə, o zaman geri əlaqə və təkmilləşdirməni həyata keçirmiş olur. Bunlara, yəni belə deyək, gəlin bir sağ tərəfdəki qiymətləndirmə üsullarını göstərilibdir. Bunlara müşahidə, sonra sorğular, müsahibələr, nəticələrin təhlili və peşəkar inkişaf fəaliyyətlərinin daxil olduğunu görürük. Əldə olunan nəticələr isə müəllimin daha da inkişaf etməsinə kömək edir. Nəhayət demək istərdim ki, yaxşı müəllim yalnız öyrədən müəllim deyil, yaxşı müəllim hər gün özünü qiymətləndirən, səhvlərindən nəticə çıxarmağı bacaran və daim inkişaf etməyə çalışan bir müəllimdir. Məhz belə müəllimlər uşaqların həyatında silinməz iz buraxırlar. Mən əminəm ki, sizlərin hər birinizdə məhz bu şəkildə öz işini quran, hər gün özünü qiymətləndirən, səhvlərdən nəticə çıxaran və daim inkişaf etməyə çalışan müəllimlərimizdənsiniz. Ona görə də sizin hər birinizin fəaliyyətində hər dəfə olduğu kimi, hər dərsdə olduğu kimi bir daha da uğurlar arzu edirik və ənənəvi metodumuz olan, ənənəvi belə deyək, formatımız olan video slaydda keçid edirik. Sizinlə sağollaşıram və məndən sonra da video slaydda digər vizual məlumatlar təqdim olunacaqdır. Növbəti dərsdə görüşmək ümidi ilə hər birinizə sağ olun, salamat qalın deyirəm. Salam, hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bugün biz sizinlə gündəlik peşə fəaliyyətimizin əsasını, təməlini təşkil edən çox vacib bir sənəddən, müəllimlərin etik davranış qaydalarından danışacağıq. Gəlin bu sənədə sadəcə olaraq quru, darıxdırıcı bir qadağalar toplusu kimi baxmayaq. Əksinə, bunu uşaqlarla, onların valideynləri ilə və həmkarlarımızla münasibətlərimizi nizamlayan, bizim müəllim ləyaqətimizi qoruyan və ucaldan bir bələdçi kimi qəbul edək. Axı bizim hər bir sözümüz, hər bir hərəkətimiz o balacaların gələcəyinin formalaşmasında, sözün əsl mənasında həlledici rola malikdir. Odur ki, gəlin bu vacib qaydaların dərinliyinə birlikdə varaq. Ümumiyyətlə bəhs etdiyimiz bu qaydalar kiminsə şəxsi tövsiyəsi deyil. Bu, birbaşa olaraq Azərbaycan Respublikasının konstitusiyasına və təhsil haqqında qanuna əsaslanan hüquqi bir çərçivədir. Yəni, səhər bağçanın qapısından içəri addım attığımız andan etibarən, istər uşaqlarla oyun zamanı olsun, istərsə də dəhlizdə valideynlə ayaqüstü qısa bir söhbət zamanı, hər bir davranışımız məhz bu rəsmi sənədlə tənzimlənir. Və təbii ki, bu qaydalar təhsilin bütün pillələrində olduğu kimi, məktəbə qədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlərə də tamamilə şamil olunur. Bugünkü izahlı təqdimatımızda 6 əsas istiqamət üzrə irəliləyəcəyik. Əvvəlcə etik qaydaların əsas məqsədlərinə, daha sonra 8 peşəkar davranış prinsipinə baxacağıq. Ardınca müəllim şəxsiyyəti, uşaqlarla pedaqoji münasibətlər, həmkarlar və valideynlərlə əməkdaşlıq məsələlərini müzakirə edib, sonda müəllim andı və nəzarət mexanizmləri ilə yekunlaşdıracağıq. Elə isə çox vaxt itirmədən keçək birinci bölməmizə, yəni etik qaydaların əsas məqsədlərindən. Ümumiyyətlə, bu qaydalar bizə niyə lazımdır? Sənədin 1.5-ci bəndində göstərilən bu məqsədlər havadan götürülmüş sözlər deyil, bizim gündəlik reallığımızdır. Məsələn, sağlam işgüzar durumun bərqərar olması nə deməkdir? Bu, bağçada həm o balacalar üçün, həm də bütün kollektiv üçün tam təhlükəsiz, stressiz və pozitiv bir atmosferin yaradılması deməkdir. Təsəvvür edin, səhər valideyn uşağını bağçaya gətirib, sizə təhvil verir, onun gözündə o arxayınlığı, rahatlığı görürsünsə, bax, etimadın artırılması elə budur. Əgər siz işinizdə şəffafsınızsa, hər hansı bir maraq toqquşmasına, deyək ki, qrupdakı uşaqlar arasında fərq qoyulmasına imkan vermirsinizsə, valideyn də bağçanın həyatında daha fəal və daha həvəslə iştirak edəcək. Bir sözlə, bu məqsədlər bağçamızın həm daxili mühitini, həm də cəmiyyət içindəki nüfuzunu qoruyan ən etibarlı vasitələrdir. İndi isə diqqətimizi yönəldək ikinci hissəyə. Fəaliyyətimizin əsasını təşkil edən peşəkar davranış prinsiplərinə. Bizim sənəddə düz 8 belə prinsip var. Qanunun aililiyi, vicdanlılıq, peşəkarlıq, layallıq, mədəni davranış,
qərəzsizlik, ictimai etimad və konfidensiallıq. Həmişə yadda saxlamalıyıq ki, bağçadakı hər bir addımımız, uşaqların səhər qəbulu, qidalanması, yuxu rejimi, oyunlar və ya axşamüstü valideynlərlə ünsiyyətimiz məhz bu 8 süzgecdən keçməlidir. Məsələn, vicdanlılıq. Bu nədir? Otaqda müdiriyyət və ya başqa kimsə yoxdur deyə məşğələni yarımçıq saxlamaq, uşaqları başlı başına buraxmaq vicdansızlıqdır. Müəllim öz peşəsini hər zaman səmərəli yerinə yetirməlidir. Ya da qərəzsizlik prinsipini götürək. Uşaqlar arasında onların irqinə, dilinə, ailəsinin sosial mənşəyinə görə fərq qoymaq qətiyyən yol verilməzdir. Gəlin, məktəbəqədər təhsildə xüsusilə aktual olan iki prinsipə bir qədər də yaxından baxaq. Müzakirələrdə ən çox rast gəldiyimiz mövzulardan biri loyallıqdır. Bəs tərbiyəçi müəllim üçün loyallıq nə anlama gəlir? Baxın, əgər ortada hər hansı bir qanunsuz əməl yoxdursa, sizin öz bağçanızın, rəhbərliyin və ya həmkarlarınızın fəaliyyətini kənarda, ictimai yerlərdə, sosial şəbəkələrdə və ya məhəllədə kimsə ilə ayaqüstü söhbətlərdə tənqid etməyiniz qətiyyən doğru deyil. Deyək ki, valideynə qayıdıb bizim bağçanın şəraiti onsuz da yaxşı deyil və ya filan qrupun müəllimi uşaqlara yaxşı baxmır demək, birbaşa işlədiyiniz müəssisənin nüfuzuna zərbə vurmaqdır. Təbii ki, problemlər ola bilər, amma biz loyallıq nümayiş etdirməliyik. Bu problemləri kənarda yaymaqla yox, bağçanın daxilində, pedaqoji şuralarda sağlam bir müzakirə yolu ilə həll etməliyik. İkinci, çox həssas prinsipimiz konfidensiallıqdır. Məqsəd nədir? Uşaqların və ailələrin psixoloji təhlükəsizliyini qorumaq. Bilirsiniz ki, məktəbəqədər dövrdə biz uşaqlarla çox yaxın oluruq, evdəki hər hansı bir hadisəni gəlib bizə çox sadəlövhcəsinə danışa bilərlər. Yaxud, ola bilsin ki, bir valideyn sizə yaxınlaşıb, ailəsindəki maddi çətinliyi, həyat yoldaşı ilə problemini və ya uşağındakı hər hansı bir psixoloji, nevroloji ləngiməni sizinlə konfidensial şəkildə bölüşür. İndi təsəvvür edin, bu məlumatlar gedib çıxır müəllimlər otağına və qeybət mövzusuna çevrilir, ya da başqa valideynlərə danışılır. Heç vaxt. Bu məlumatların məxfiliyini qorumaq həm bizim insani, həm də qanuni borcumuzdur. Əks təqdirdə, biz həm peşə etikasına aid müvafiq bəndi, həm də uşağın təməl hüquqlarını kobudcasına pozmuş oluruq. Bu da bizi gətirir 3-cü bölməmizə, müəllim şəxsiyyəti və onun məsuliyyəti. Gəlin etiraf edək ki, bağçada müəllimin şəxsiyyəti ən təsirli, ən güclü alətdir. Uşaqlar bizim nə dediyimizdən daha çox nə etdiyimizə baxır, hərəkətlərimizi kopyalayırlar. Sənətdə çox gözəl bir ifadə yer alıb. Müəllim novatordur. Axı məktəbəqədər təhsil sürətlə inkişaf edir. Biz 20 il bundan əvvəlin qaydaları, köhnə metodlarla yerimizdə saya bilmərik. Peşəkar tərbiyəçi müəllim mütləq yeni, oyun əsaslı təlimləri öyrənməli, müasir yanaşmaları tətbiq etməlidir. Başqa bir vacib məqam. Sənətdə açıq-aydın qeyd olunur ki, müəllim bağçanın əmlakından öz şəxsi maraqları üçün istifadə edə bilməz. Dövlətin, müəssisənin o balacalar üçün ayırdığı resursları, materialları qorumaq, onlardan məhz uşaqların inkişafı üçün istifadə etmək elə əsl müəllim şəxsiyyətinin ən gözəl göstəricisidir. Bəzən seminar və təlimlərdə müəllimlər belə bir sual verirlər. İş saatım bitdi, bağçadan çıxdım, bundan sonra mənim şəxsi davranışımın kimə nə aidiyyəti var? Sənədin 3.15-ci bəndi buna çox dəqiq cavab verir. Reallıq budur ki, müəllim elə hər yerdə müəllimdir. Təsəvvür edin, axşam işdən çıxmısınız, parkda və ya hər hansı bir kafedəsiniz və yüksək səslə kiminləsə mübahisə edirsiniz, qeyri-etik davranırsınız. Və o an sizin qrupunuzdakı bir uşağın valideyni sizi görür. Bununla da sizin səhəri gün qrupdakı avtoritetinizə və nüfuzunuza necə sarsıdıcı zərbə dəydiyini yəqin ki, təxmin edə bilirsiniz. Biz şəxsi nümunəmizlə uşaqlara mədəniyyət aşıladığımız üçün cəmiyyət içində davranışlarımıza daim diqqət etməliyik. Növbəti hissəmiz birbaşa bizim işimizin nüvəsidir. Təhsil alanlarla, yəni o balacalarla pedaqoji münasibətlərimiz. Baxın, sənətdə bizdən tələb olunanlar və qəti qadağan olunanlar xətlə ayrılıb. Bizdən tələb olunur ki, uşaqlara obyektiv qiymətləndirək, onlara ancaq və ancaq müsbət motivasiya verək. Uşaq bir rəsmi çəkə bilməyəndə ona sən bacarmırsan demək əvəzinə, gəl mən sənə kömək edim, birlikdə cəhd edək demək lazımdır. Təmkinli olmalıyıq. Bağçadır, uşaqlar ağlayacaq, bir-birinin oyuncağını alacaq, dalaşacaq. Bu onların təbiətidir, amma biz hər vəziyyətdə soyuqqanlığımızı qorumalıyıq. Digər tərəfdə isə qırmızı xəttlərimiz var, qəti qadağalar.
Uşağın ünvanına heç bir halda kobud, təhqiredici ifadələr işlədilə bilməz. Fiziki zor tətbiq etmək, uşağı qolundan dartmaq, itələmək, şərəf və ləyaqətinə alçatmaq mütləq şəkildə qadağandır. Biz uşaqdakı hansısa pis vərdişi ona bağıraraq yox, yalnız sevgi, səbir və təmkinlə aradan qaldıra bilərik. Və təbii olaraq işimizin, yəni peşə fəaliyyətimizin müqabilində valideyndən hər hansısa bir maddi nemət tələb etməyimiz qanunla tamamilə qadağandır. 5-ci bölməmiz isə birbaşa uşaqlara əhatə edən böyüklərlə, həmkarlarımız və valideynlərlə olan münasibətlərə həsr olunub. Ən yaralı yerlərdən biri. Valideynlərlə münasibət necə tənzimlənməlidir? Düzdür, valideynlər də fərqlidir. Bəzisi hər xırda şeyə reaksiya verən çox tələbkar valideyndir, bəzisi isə uşağına qarşı həddən artıq qoruyucudur. Bəs biz nə etməliyik? Qayda bizə deyir ki, biz valideynə yalnız və yalnız bir məsləhətçi, bir bələdçi kimi yanaşmalıyıq. Uşaqla bağlı doğru tövsiyələr verməli, yaranan kiçik münaqişələrin həllində onlara kömək etməliyik. Ən əsası, münasibətlər peşəkar sərhədləri aşmadan maksimum nəzakət və qarşılıqlı hörmət çərçivəsində qalmalıdır. Və burada olduqca incə bir məqam, həssas bir çizgi var. Bəzən bir valideyn bağçaya və ya qrupa tamamilə könüllü bir yardım edir. Tutaq ki, uşaqlar üçün yeni nağıl kitabları gətirir və ya oyuncaqlar alır. Qayda açıq şəkildə deyir ki, bəli, bu könüllü yardım qanuni ola bilər, lakin əgər siz bu yardıma görə həmin valideynin uşağına qrupda fərqli bir münasibət göstərirsinizsə, ona xüsusi imtiyaz yaradırsınızsa, bax bu qətiyyən qeyri-qanunidir və etik pozuntudur. Valideynin etdiyi hansısa kömək müəllimin o uşağa olan pedaqoji münasibətinə zərrə qədər də təsir etməməlidir. Qrupdakı bütün uşaqlar müəllim üçün tam bərabər hüquqludur. Kollektiv daxilində isə rəhbərliklə, yəni bağça müdiri ilə olan münasibətlər subordinasiya çərçivəsində tənzimlənir. Əgər bağça müdiri sizə qanuna uyğun bir tapşırıq verirsə, bu bir mənalı şəkildə dərhal icra olunmalıdır. Bunu etməmək artıq intizam məsuliyyəti yaradır. Amma tutaq ki, müdir sizdən qanuna zidd bir şey tələb edir. Məsələn, uşaqların qidalanma normasını pozmağı və ya onların təhlükəsizliyini riskə atan bir tapşırığı icra etməyi deyir. Siz əminsiniz ki, bu qanunsuzdur. Bu zaman nə edirsiniz? Şifahi mübahisəyə girmədən yazılı əsaslandırma ilə həmin tapşırığı yerinə yetirməkdən tam qanuni şəkildə imtina edə bilərsiniz. Bu detal əslində həm sizi qoruyan bir qalxan, həm də uşaqların mənafeyini müdafiə edən bir qaydadır. Nəhayət gəlib çatdıq 6-cı və sonuncu bölməmizə, müəllim andı və nəzarət mexanizmlərinə. Bilirsiniz, sənədin elə ən təsirli, ən duyğusal hissəsi bəlkə də müəllim andıdır. Bu, sadəcə formal bir cümlə deyil. Bu, bizim fəaliyyətə başlayarkən cəmiyyət, dövlət qarşısında götürdüyümüz o böyük mənəvi öhdəliyin səsli təsdiqidir. Biz o uşaqlara sadəcə baxıcılıq etməyə söz vermirik. Biz onlara keyfiyyətli təhsil xidməti göstərəcəyimizə, şərəf və ləyaqət əsasında davranacağımızı and içirik. Bəzən işdə yorulanda, çətin bir halla üzləşəndə, səbrimiz tükənəndə bu andı daxilimizdə xatırlamaq bəzən ən yaxşı motivasiya mənbəyi olur. Bu, bizim fəaliyyətimizin əsas lövbəridir. Bəs ümumilikdə bütün bu danışdığımız qaydalara kim nəzarət edir? Təbii ki, rəhbərlik. Bağça müdiriyyəti mütləq şəkildə yeni gələn hər bir tərbiyəçi müəllimi işə başladığı an bu qaydalarla yaxından tanış etməlidir. Eyni zamanda qruplardakı vəziyyət, müəllimlərin uşaqlarla, valideynlərlə davranışı gündəlik izlənməlidir. Kiçik bir anlaşılmazlıq varsa belə, o böyük bir münaqişəyə çevrilmədən rəhbərlik dərhal konstruktiv şəkildə işə qarışmalı, vəziyyəti tənzimləməlidir. Əgər hər hansısa bir etik qayda doğrudan da kobud şəkildə pozularsa, o zaman rəhbərlik mütləq nizam-intizam tədbiri görməyə borcludur. Çünki ümumi atmosferə rəhbər cavabdehdir. Əziz həmkarlar, dəyərli müəllimlər, bura qədər müzakirə etdiyimiz bu qaydalar kağız üzərində qalan sözlər yox. Bizim peşəkar simamız, uzaqdan görünən imicimizdir. Çünki o ictimai etimad dediyimiz anlayış nə bir başqa yerdən, nə də yuxarıdan formalaşmır. O etimad məhz sizin qrupunuzdan, bir balacanın saçını mehribanlıqla sığallamağınızdan, qapıdan girən valideynə gülər üzlə sabahınız xeyir deməyinizdən başlayır. İndi isə yekunda mən sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Sabah səhər bağçaya daxil olanda, o qapıdan içəri girən ilk uşaqla, ilk valideynlə təmasınızda bu öyrəndiyimiz prinsipləri, o qərəzsizliyi, vicdanlılığı, peşəkarlığı öz rəftarınızda necə hiss etdirəcəksiniz? Ümid edirəm ki, bu qaydaları sadəcə qanun kimi yox, fəaliyyətinizin bir parçası kimi tətbiq edəcəksiniz. Dinlədiyinizə, diqqətinizə və bu fədakar peşəyə olan sonsuz sevginizə görə hər birinizə səmimi qəlbdən təşəkkür edirəm. Çətin və şərəfli işinizdə uğurlar.
Bilirsiniz, biz bugün məktəbə qədər təhsil müəssisələrində ən həssas, ən incə və bəlkə də ən vacib mövzulardan birinə pedaqoji ünsiyyətə və konfliktlərin idarə edilməsinə dərindən nüfuz edəcəyik. Bugün burada danışacaqlarımız sadəcə nəzəriyyə deyil, tamamilə rəsmi sənədlərə, təsdiqlənmiş metodik vəsaitlərə əsaslanan və ən əsası, sizin hər gün qrup otağında qarşılaşdığınız real vəziyyətləri həll etmək üçün nəzərdə tutulmuş praktik bir bələdcidir. Çünki gəlin etiraf edək, tərbiyəçi müəllimin peşəkarlığı yalnız uşaqlara rəngləri və ya formaları öyrətməklə ölçülmür. Xeyr, əsl müəllim həm də münasibətlərin memarıdır. Gəlin, bu vacib bacarıqların dərinliklərinə birlikdə səyahət edək. Bugün birlikdə keçəcəyimiz yol xəritəmiz belədir. Əvvəlcə, ünsiyyət və əməkdaşlığın əsaslarına baxacağıq, daha sonra müəllimin peşəkar kompetensiyalarını müzakirə edəcəyik, ardınca uşaqlararası münasibətlərin idarə edilməsi, uşaq-böyük və böyüklərarası münasibətlərə toxunacağıq və ən sonda hamımızı düşündürən o məsələyə, konfliktlərin idarə edilməsinə müraciət edəcəyik. Elə isə vaxt itirmədən birinci hissəmizə ünsiyyət və əməkdaşlığın əsaslarına keçid alaq. İstənilən peşəkar fəaliyyətin, xüsusən də bizim işimizin, yəni pedaqogikanın təməlində qanunvericilik dayanır, elə deyilmi? Bütün fəaliyyətimiz təhsil haqqında qanun və etik davranış qaydaları ilə tənzimlənir və bu hüquqi çərçivənin içərisində pedaqoji proses 3 böyük sütuna, 3 təməl anlayışa söykənir: ünsiyyət, qarşılıqlı əlaqə və əməkdaşlıq. Baxın, bunlar bir-biri ilə sıx bağlıdır, amma eyni şey deyillər. Görkəmli psixoloq Emil Lissinanın nəzəriyyəsinə görə, məktəbəqədər yaşlı bir uşaq üçün ünsiyyət sadəcə danışmaq, nitqi mənimsəmək deyil. Qətiyyən, bu uşağın idrak fəaliyyətinin, dünyanı kəşf etməsinin və psixologiyasının əsas hərəkətverici qüvvəsidir. Qarşılıqlı əlaqə tərəflərin bir-birinin davranışına, emosiyasına təsir etməsidir. Bəs əməkdaşlıq? Bax, bu ən ali formadır. Əməkdaşlıq olan yerdə avtoritar model rədd edilir. Yəni, mən müəlliməm, mən deyən olmalıdır, yanaşması yoxdur. Burada müəllim və uşaq bərabər hüquqludur və ortaq bir məqsəd üçün birlikdə çalışırlar. Pedaqoji ünsiyyət belə təsadüfən, spontan baş verən bir şey deyil. O, çox dəqiq, 4 mərhələli ardıcıl bir prosesdir. Ən maraqlısı, bəlkə də ən çox göz ardı ediləni birinci mərhələdir. Proqnozlaşdırma. Təsəvvür edin, səhər qrupa girmisiniz. Müəllim məşğələyə və ya oyuna başlamazdan əvvəl qrupun psixoloji iqlimini əvvəlcədən təhlil edib taktikası barədə düşünməlidir. Uşaqlar bugün necədir? Yorğundular, yoxsa çox enerjilidirlər? Sonra başlanğıc mərhələsi gəlir. Sadəcə səmimi bir gülümsəmək, göz təması qurmaq, yəni o doğmalıq və güvən hissini yaratmaq. Üçüncü mərhələdə müəllim düzgün dialoq və suallarla prosesi idarə edir. Və sonda mütləq refleksiya gəlir. Yəni, günün sonunda dayanıb özümüzə sual verməliyik. Nəticələrimiz necə oldu? Nəyi fərqli edə bilərdim? Növbəti dəfə üçün strategiyam nə olacaq? İndi isə diqqətimizi özümüzə, yəni ikinci hissəyə, müəllimin peşəkar kompetensiyalarına yönəldək. Hamımız bilirik ki, məktəbə qədər yaşlı uşaqların emosional dünyası son dərəcə qeyri-sabit və həssasdır. Bir dəqiqə gülürlər, növbəti dəqiqə ağlayırlar. Belə bir mühiti sağlam şəkildə idarə etmək üçün bizim bir nömrəli alətimiz nədir? Təbii ki, öz emosional intellektimiz. Dünyaca məşhur Castle çərçivəsinə əsasən bunun 5 əsas komponenti var. Baxın, özünü tanıma və özünü idarə etmə. Bu iki bacarıq hər şeyin mütləq başlanğıcıdır. Təsəvvür edin, qrupda gərgin bir situasiyadır. Uşaqlardan biri dayanmadan ağlayır, bəlkə də qapıda bir valideyn narazı halda sizi gözləyir. Panikaya düşmək əvəzinə müəllim əvvəlcə öz stres impulslarını tanımalı və qısa bir pauza verərək təmkinini qorumalıdır. Özünüzü idarə edə bilmirsinizsə, qrupu heç idarə edə bilməzsiniz. Yalnız bu sabitlikdən sonra müəllim sosial məlumatlılığı göstərə, empatiyala sağlam münasibət qura və ən əsası məsuliyyətli qərar verə bilər. Uşaqlar üçün təhlükəsiz və sabit mühit ancaq öz emosiyalarını idarə edə bilən müəllimin qrupunda mümkündür. Bəs bu səsləndirdiyimiz kompetensiyalar praktikada gündəlik fəaliyyətimizdə necə görünür? Ən güclü silahlarımızdan biri aktiv dinləmədir. Dinləmək sadəcə sakitcə durub eşitmək deyil. Uşaq sizə nəsə deyəndə, şikayət edəndə dərhal onun göz səviyyəsinə enmək, yəni fiziki olaraq diz çökmək, onunla göz təması qurmaqdır. Sən demək istəyirsən ki, dostun oyuncağını aldığı üçün kədərlənmisən, deyərək fikrini refrasifikasiya etmək və emosiyasını təsdiqləmək lazımdır. Empatiya budur. Uşağın o kiçik hərəkətinin arxasındakı böyük daxili qorxunu və ya sevinci duymaq.
Pedaqoji takt isə xüsusi bir sənətdir. Uşağın şəxsiyyətinə, qüruruna toxunmadan, onu digərlərinin yanında qətiyyən utandırmadan hərəkət etmək bacarığıdır. Və təbii ki, bütün bunları tamamlayan amiranə, qorxuducu tondan uzaq, aydın bir nitq mədəniyyəti. Üçüncü hissəyə keçirik. Uşaqlar arası münasibətlərin idarə edilməsi. Müəllim olaraq öz təməlimizi qurduq. İndi isə diqqətimizi qrup daxilindəki ilk böyük və ən hərəkətli münasibət oxuna, həmyaşıdlararası əlaqəyə yönəldək. Bilirsiniz, uşaqlar qrupa daxil olduqda onların ünsiyyəti və oyun tərzi yaş dövrlərinə görə kəskin dəyişir. Kiçik qrupda, yəni 3-4 yaşda egosentrik təfəkkür dominantdır. Uşaq hər şeyi mənimdir kimi qəbul edir. Onlar yan-yana, yəni paralel oynayırlar. Onlar üçün birgə mürəkkəb, süjet qurmaq çətindir və ən çox davalar da məhz oyuncaq üstündə düşür. Orta qrupda, 4-5 yaşda isə mənzərə dəyişir. Birlikdə oyun mərhələsi başlayır. Rolları bölməyə çalışırlar. Böyük qrupda 5-6 yaşda isə onlar komanda oyunları oynayır, qaydalara riayət etməyi və güzəştə getməyi öyrənirlər. Müəllimin əsas işi məkanı onların bu inkişaf ehtiyaclarına uyğun, inkişaf etdirici bir mühit kimi təşkil etməkdir. Əllərimiz vurmaq üçün deyil, kömək etmək üçündür. Bax, bu sadə, lakin inanılmaz dərəcədə güclü ifadə hər bir tərbiyəçi müəllimin gündəlik lüğətində olmalıdır. Gəlin bunu elə bağçada hər gün qarşılaşdığımız praktik bir nümunə ilə izah edək. Təsəvvür edin, orta qrupda sərbəst oyun vaxtıdır. Ayan rəsm mərkəzində tək olan o parlaq göy karandaşı götürüb həvəslə şəkil çəkir. Murad bunu görür, dərhal gəlib karandaşı zorla onun elindən almağa çalışır. Ayan karandaşı bərk-bərk sıxır, Muradı itələyir, Muradı ağlayır və Ayanı vurmaq üçün əlini qaldırır. Tanış mənzərədir, eləmi? Bu, məktəbə qədər təhsildə hər gün, bəzən gündə bir neçə dəfə rast gəlinən klassik egosentrik konflikt situasiyasıdır. Bəs belə halda siz, yəni müəllim, dərhal nə etməlisiniz? Belə hallarda uşaqlara qışqırmaq yerinə tərbiyəçi müəllimin əsas vəzifəsi 4 addımlıq dəqiq bir alqoritm tətbiq etməkdir. Birinci addım – təcili müdaxilə. Müəllim dərhal araya girir və hər hansı bir fiziki zərərin qarşısını almaq üçün onları təhlükəsiz məsafəyə ayırır. İkinci addım – aktiv dinləmə və emosiyaların verbalizasiyası. Yenə də göz səviyyəsinə enirik və deyirik: Murad, sən göy karandaşı ala bilmədiyin üçün hirslənmisən. Ayan, sən isə qorunmaq üçün onu itələmisən. Baxın, hissləri inkar etmirik, onları adlandırırıq ki, uşaq özünü anlaşılan hiss etsin. Üçüncü addım – problemin neytral tərifi. Bizim cəmi bir göy karandaşımız var, amma ikiniz də eyni anda çəkmək istəyirsiniz. Burada kimisə günahlandırmırıq. Və nəhayət, dördüncü addım – birgə həll. Bəs nə edək? Gəlin timer qoyaq. 3 dəqiqə Ayan çəksin, sonra sən. Bu yanaşma günahkar axtarmaq əvəzinə uşaqlara problemi sözlə və ədalətlə həll etməyi öyrədir. Dördüncü hissəmiz uşaq, böyük və böyüklər arası münasibətlər. Pedaqoji prosesdə təkcə uşaqlar yoxdur. Axı arxa planda çox vacib yetkin iştirakçılar, bizlər, yəni müəllimlər, valideynlər və rəhbərlik də var. Əvvəlcə elə uşaq-böyük münasibətinə biraz fərqli bucaqdan baxaq. Məktəbə hazırlıq qrupudur, 5 yaşlı Əli konstruktordan böyük, möhtəşəm bir qəsr qurub. Oyun vaxtı bitir, siz qaydalara uyğun olaraq oyuncaqların yığılmasını elan edirsiniz. Əli qəflətən blokları yerə çırpır və qışqırır: mən heç nəyi yığmayacam, siz mənim qəsrimi sökürsünüz. Çox kritik bir andır. Bu halda avtoritar səslə sənə dedim dərhal yığ demək bəlkə də ən asan, amma tipik və dağıdıcı səhvdir. Burada bayaq danışdığımız o pedaqoji taktika işə düşməlidir. Təmkinlə uşağın yanına gedirik. Əli, sən bu qəsrə doğrudan da çox əmək sərf etmisən. Başa düşürəm ki, onun sökülməsi səni incidir. İndi isə alternativ və seçim veririk. Masa məşğələ üçün təmizlənməlidir, amma gəl qəsrin fotosunu mənim telefonumla çəkək ki, axşam atana göstərəsən. Ya da gəl onu ehmalca kənardakı rəfə qoyaq. Şəxsiyyət yönümlü yanaşma, pedaqoji ustalıq məhz budur. Hər bir məktəbə qədər təhsil müəssisəsinin uğuru yalnız uşaqlarla işdən deyil, 3 əsas yetkin sütundan asılıdır. Valideynlər, həmkarlar və rəhbərlik. Valideynlərlə əlaqədə ən kritik, qırmızı xəttimiz olan prinsip konfidensiallıq və şəffaflıqdır. Uşaq haqqında hər hansı bir mənfi məlumat, yaranmış problem heç vaxt, amma heç vaxt başqa valideynlərin və ya uşaqların yanında deyilməməlidir. Həmkarlarla, xüsusən də növbə dəyişdiyiniz digər tərbiyəçi ilə pedaqoji tələblərdə mütləq vahidlik olmalıdır. Birinizin olmaz dediyinə, digəriniz olar desə, uşaqlarda dərin davranış çaşqınlığı yaranacaq. Rəhbərliklə isə münasibət daim işgüzar, konstruktiv və inzibati etikaya tam uyğun qurulmalıdır. Gəlin ən çətin situasiyalardan birinə,
valideyn şikayətlərinə baxaq. Məsələn, Lətifə xanım axşam bağçaya gəlir və dəhlizdə hamının içində yüksək səslə qışqırır. Bu nə özbaşınalıqdır? Uşağın şalvarı çirklənib, qolu da qızarıb. Siz uşaqlara ümumiyyətlə baxmırsınız. Sizin reaksiyanız necə olmalıdır? Qızılı qayda. Kütlə qarşısında əsla mübahisə etməyin. Özünüzü müdafiə etməyə tələsməyin. Birinci addım. Onu sakitcə metodiki kabinetə və ya kənar bir otağa dəvət edib auditoriyadan uzaqlaşdırın. İkinci addım. Sözünü kəsmədən, empatiya ilə dinləyin, qoyun emosiyasını tamamilə boşaltsın. Üçüncü addım. Öz emosiyanızı kənara qoyun və faktlara söykənən obyektiv məlumat verin. Lətifə xanım, bugün açıq havada oyun zamanı uşaq qaçarkən çəmənliyə yıxıldı. Şalvarındakı ləkə otdandır. Qoluna isə dərhal bağçamızın tibb bacısı baxıb, heç bir zədə yoxdur, sadəcə sürtünmədən qızarıb. Dördüncü addım. Əməkdaşlıq təklif edin. Gəlin belə edək. Zəhmət olmasa, dolabçada hər ehtimala qarşı ehtiyat paltar saxlayaq ki, belə hallarda dərhal dəyişə bilək. Gördünüzmü? Faktlar, təmkin və professional duruş hər zaman problemi həll edir və etibarı bərpa edir. Və gəldik master klassımızın sonuncu ən həlledici hissəsinə. Konfliktlərin idarə edilməsi. Adətən biz konflikt sözünü eşidəndə qorxuruq, narahat oluruq. Lakin pedagogikada və psixologiyada konflikt qaçılmaz, hətta təbii bir reallıqdır. Əsas məsələ ondan qaçmaq deyil, onu inkişaf etdirici, öyrədici bir müstəviyə daşımaqdır. Konflikt heç vaxt bir anda, birdən-birə yaranmır. O, 5 pilləli mərhələdən keçir. Əvvəlcə latent, yəni gizli mərhələ olur, narazılıq içəridə yığılır, lakin dilə gətirilmir. Sonra siqnal mərhələsi, münasibətlərdə yüngül soyuqluq, uzaqlaşma yaranır. Sonra konkret bir insident, bir hadisə baş verir. Əgər müəllim olaraq biz burada müdaxilə etməsək, eskalasiya, yəni problemin böyüməsi, tam gərginləşmə və emosional partlayış baş verir. Və ən sonda həll gəlir. Peşəkar müəllimin əsl ustalığı odur ki, ziddiyyətləri hələ latent və ya siqnal mərhələsində hiss etsin, onun dağıdıcı bir eskalasiyaya çevrilməsinə imkan verməsin. Müəllimlər arası, yəni həmkarlar arası, konfliktlərin həllində ən effektiv alətlərdən biri nədir bilirsinizmi? Sadəcə ünsiyyət formasını, cümlə quruluşumuzu dəyişmək. Məsələn, səhər növbəni təhvil alırsınız və görürsünüz ki, otaq dağınıqdır. Həmkarınıza sərt şəkildə, sən həmişə otağı belə qarışıq qoyursan, demək, yəni o aqressiv sən mesajı vermək, qarşı tərəfdə anında, refleks olaraq müdafiə və əks hücum reaksiyası doğuracaq. Bunun heç kimə faydası yoxdur. Bunun əvəzinə səs tonunuzu yumşaldıb, birbaşa öz hisslərinizi ifadə edən mən mesajından istifadə edin. Mən səhər növbəni təhvil alanda, materiallar yerində olmayanda, məşğələyə vaxtında başlaya bilmirəm və inan ki, bu məndə böyük gərginlik yaradır. Fikir verdinizmi fərqə? Heç bir günahlandırma, mühakimə yoxdur. Sadəcə obyektiv vəziyyətin sizə necə təsir etdiyini bildirirsiniz. Ardından birlikdə oturub 5 dəqiqəlik kontrol siyasi tərtib etmək və ortaq məsuliyyət götürmək hər ikiniz üçün ən peşəkar çıxış yoludur. Ümumi bir yekun olaraq, gəlin nəyi düz, nəyi səhv etdiyimizi bir daha yada salaq. Həmişə xatırlayaq ki, uşaqla eyni göz səviyyəsinə enmək, onun hisslərini təsdiqləmək və adlandırmaq, müsbət davranışa fokuslanmaq hər bir halda uşağın liaqətini qoruyur. Lakin amiranə tonla qışqırmaq, sən dəcəlsən, sən tənbəlsən kimi mənfi etiketlər vurmaq, cəzalandırmaq və ya ən pisi, uşağı digər uşaqların yanında utandırmaq, hüquqi və pedaqoji baxımdan qətiyyən yol verilməz, bağışlanmaz pedaqoji qüsurlardır. Sizin gündəlik olaraq istifadə etdiyiniz hər bir söz, hər bir jest uşağın gələcək şəxsiyyətinin təməl kərpiclərindən biridir. Beləliklə, dəyərli həmkarlar, bugünkü görüşümüzün, bu masterklassımızın sonuna gəldik. Ayrılmazdan əvvəl istəyirəm ki, hər kəs özünə çox sadə, amma bir o qədər də dərin olan bu sualı versin. Sabah, səhər qrupa daxil olanda, o balacalarla görüşəndə, ünsiyyət tərzinizdə ilk nəyi dəyişəcəksiniz? Bəlkə səhər onları qarşılayarkən o səmimi vizual təması daha çox edəcəksiniz. Bəlkə qrupda bir konflikt yaşananda dərhal hökm vermək, səs tonunuzu qaldırmaq əvəzinə dərindən nəfəs alıb pauza verib aktiv dinləməyə keçəcəksiniz. Daim yadınızda saxlayın ki, sizin o peşəkar ünsiyyətiniz, sevginiz və təmkininiz yalnız o 4 divar arasındakı qrupun psixoloji sağlamlığını deyil, həm də bütöv bir gələcək cəmiyyətin təməlini formalaşdırır. Diqqətinizə, aktiv iştirakınıza və hər şeydən əvvəl bu çətin, amma şərəfli peşəniz olan sevginizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Gündəlik fəaliyyətinizdə, uşaqlarla o gözəl əməkdaşlığınızda sizə tükənməz uğurlar arzulayıram. Növbəti görüşlərədək.